Salamlar, bizim ailəmə xoş gəlmisən. Evimizdə səni xoş gördük. Biz artıq 8-ci ilə keçirik ki, birlikdə irəliləyirik və bu müddətdə çox gözəl yollar getmişik, çox gözəl yerlərə çatmışıq və artıq bu hamınızın sırasıdır və bu videonun əsas məqsədi necə başlamalısınız, necə irəliləməlisiniz, ödənişsiz nələr var, minimum qiymətdə nələr var, VIP xidmətlərimizdən necə faydalana bilərsiniz, bunlar kimin üçündür və s. bu haqqda danışırıq. Ona görə də tanışlıq videomuza xoş gəlmisiniz. Başlayaq. Artıq bu videonu izləyirsənsə, deməli məni, buraları, bizim aləmi kəşf eləməyinin vaxtıdır. Ümumi olaraq baxsaq, əslində hər bir kanal sənin üçün ayrı-ayrı faydalı formada qurulub. Sadəcə bu videoda bunların hər birini detallı izah eləyəcəm. Bu bizim YouTube kanalımızdır. Abunə olursan və videolar sənin üçündür. Öz aramızda seriyası daha çox söhbət eləyərək inkişafını təmin eləyir. Həmçinin buradan daxil olursan, Sərvət və Tanrıça deyə bölümlərimiz var. Bölümlərdə əlavə olunmağa davam eləyəcək və hər birində detallı şəkildə bir mövzunu işləyə bilirsən. Bu mənim Instagram səhifəmdir. Gördüyünüz üzrə çoxlu videolar var. Həmçinin Highlights bölümündə çata biləcəyin detallı bilgilər var. Biodakı linkə klik edirsən və bu açılanlar gördüyün kimi bizim Telegram kanalımızdır, keçid edə bilərsən, YouTube kanalımızdır, həmçinin digər dəyərli məlumatlar. Bir də belə bir TikTok profilimiz var, amma o profildə mənim xəbərim yoxdur. Qalıb komanda yoldaşımızın ümidinə. İndi nə paylaşırsa artıq. İndi isə gəldik əsas məsələyə. Biz necə yola çıxırıq və necə irəliləyirik? Bu gördüyün Fiklub az saytıdır. Yuxarıya qalxaraq təlimlərimizlə tanış ola bilirsən. Bu sadəcə bir qismidir. Həmçinin burada Fiklab üzvlüyü var. Həmin bu linki aşağıya qoyacağam. Hər ay müxtəlif mövzularda bu şəkildə siz mövzuları öncədən görə bilirsiniz və qeydiyyatdan keçə bilirsiniz. Üzvlük qiyməti hələ ki 99 manatdır. İrəli dövrlərdə bu dəyişkəndir, daimi olaraq dəyişir. İndi isə keçirik həyati vacib əsas söhbətə. Hansı halda hardan başlamalıyam, nə eləməliyəm? Həmişə ən ideal tövsiyə konsultasiya ilə başlamağındır. Niyə? Çünki bu halda biz səndən detallı müzakirə edirik və bu müzakirənin üzərindən sənə nə lazımdır birlikdə təyin edirik. Bu ən effektividir. Çünki bu halda həm xərcləyəcəyin büdcə, həm də xərcləyəcəyin vaxt minimuma düşür. Konkret bir yola çıxırsan. Nəticə etibarı ilə bildin ki, ən yaxşısı konsultasiyadır. Buradan bir dəstəyə yazırsan və qeydiyyatdan keçirsən, mən səni gözləyirəm. İndi isə başlayaq ümumi olaraq bilgi verməyə. Əgər məsələ yetkinlik, aşağıdan çıxış, uşaqlıqda ilişib qalmaq, qurban rolları və yaxud da sənin özünü qəhrəman elan eləməyin, hələ görünürlükdən qorxmaq, hələ çəkinmək, ertələmə, bu tip məsələlərdirsə, yəni hələ başlanğıc səviyyədə ilişmirsənsə və bu ilişdiyini hətta qəbul eləmirsənsə, mütləq tövsiyəm özlə hizalanma kursu ilə başlamağındır. Çünki özlə hizalanma kursunda sən konkret bir terapevtik bir təlim keçirsən, oradakı çalışmalara eləyirsən, zihnin dönüşür və artıq ilk mərhələyə hazır olursan. Bunun ardındansa biz səndən təkrar detallı danışa bilərik ki, nə üzərindən irəliləmək istəyirsən. Amma indi burada danışıram, necə irəliləyəcəksən və nələri seçməyin lazımdır, hansı halda. Sırf maliyyə məsələlərinin, bütün pul dərdlərinizin həlli, ən aşağıdan başlayaraq necə prosesi zehninizdə həll edirsiniz, ardından necə həyatda həll edirsiniz, necə yatırımlar edirsiniz, necə böyüdürsünüz, necə satırsınız, bütün bunların tamamı Sərvət kursunun içərisində var. Sərvət təxminən 6 ay çəkir və bu proqramın ən maraqlı üstünlüyü odur ki, sən əslində orada bir dərs görürsən, fəqət o bir dərs 10-15 günlük bir perioddur. Ümumiyyətlə pul məlumatdan ibarət deyil, öyrəndiyini tətbiq eləməklə bağlıdır. Ona görə maddi həyatınızın dəyişdirilməsi prosesində mütləq özünüzə kiçik addımlarda 3 ay, böyük addımlarda isə 6 ay, 3 il, 5 il kimi müddətlər verməkdən çəkinməyin. Münasibətlər, qadın mövzuları, həyatınızda konkret olaraq fərqli, bu indi belə sözdə fərqli deyirik, əslində öz olmaq və qadın olaraq yaşamağınız üzərinə, gerçəkdən içinizdəki güclə birləşmək və yaşamınızı, münasibətlərinizi fərqli evrəyə çatdırmaq üçün ən ideal proqramımız Tanrıça proqramıdır. Tanrıça da özlüyündə 3-6 ay davam eləyir. Detallı şəkildə siz zehninizdə qadınlığa dair hər şeydən çıxırsınız və artıq öz kimliyinizə dönürsünüz. Orada xüsusi çalışmalar var, xüsusi bədən çalışmaları var və bu dolu-dolu proqramın sonucunda siz özünüzə tərəf getməyə başlayırsınız və bunun nəticəsi həqiqətən sözlə ifadə olunacaq deyil. Və gəlirəm ən çox soruşduqlarınızdan birinə. Satmaq, satış, brendləşmək. Bütün bunları özündə əhatə edən bir VIP proqramımız daha var. Bu proqram özü-özlüyündə sizi sıfırdan brendləşdirmə üzərinə qurulub, markalaşmaq üzərinə qurulub, satışlarınız üzərinə qurulub və bütün bunları detallı şəkildə
öyrənməniz üzərinə qurulub. Bu proqram üçün isə Tanrıça və Sərvət kimi bu da VIP proqramdır və keçid üçün müsahibə şərtdir. Yəni siz öncə müsahibəyə, konsultasiyaya yazılırsınız, biz detallı müzakirə edirik. Ehtiyac olarsa sizi bura alırıq və bunlar yüksək qiymətli proqramlardır. Yeri gəlmişkən, təbii ki, içinin dəyəri daha yüksəkdir. Həmçinin paralel olaraq bizim borca, münasibətlərə, romantik münasibətlərə, iş münasibətlərinə dair fərqli-fərqli proqramlarımız da var. Bunları da yenə tövsiyəm individual olaraq birlikdə seçməyimizdir. İndi isə gəlirəm əsas bombaya. Bütün həyatınızı bir ildə kökdən dəyişdirən böyük layihəmizə. FİA məktəb. Məktəb mənim ən böyük arzularımdan biri idi və biz artıq uzun bir müddətdir sizlə bu mövzuda çalışırıq. Məktəbdə isə bu bayaqdan saydıqlarımın hamısı, həmçinin zehin çalışmaları, həmçinin dəyərlər, öz həyat məqsədinizin tapılması, bunun üzərinə irəliləmək, sağlamlıq, uşaqlıqdakı ilişdiyiniz məsələlərin həlli, ümumi olaraq həyatınızın bütün nöqtələrinə tək-tək toxunduğumuz və sizi özünüzün bir üst versiyanıza, pro versiyanıza gətirən bir proqramdır. Məktəb xüsusi seçimləndir, siz müsahibəyə gəlirsiniz. Müsahibəni keçdiyiniz təqdirdə 15 dərslik bir xüsusi proqrama alınırsınız. Proqramı bitirdikdən sonra təkrar müsahibə olunursunuz və əgər uyğunsunuzsa, məktəbi qaldıra bilirsinizsə, tutumunuz çatırsa, bu halda siz də bizlə yeni yola çıxırsınız və yol arkadaşlarınıza qoşulursunuz, yeni həyatınıza doğru irəliləyirsiniz. Belə. Bütün bunları danışmışkən, indi isə keçim sizin üçün hər kəsə uyğun olsun deyə hamıya açıq olan bir neçə proqramımıza. Belə proqramlarımız çox azdır. Sadəcə olaraq burada məqsəd başlamaqda çətinlik çəkən, maddi olaraq özünü sıxışıq hiss eləyən, illah mən bir yerdən başlamalıyım, nəyi tutum, özümlə çox əziyyət çəkməyim, həqiqətən bir yola çıxım deyənlər üçündür. Ən birinci başlayırıq FİA Club-la. FİA Club bizim hər ay içində mövzuların dəyişdiyi, birlikdə işlədiyimiz minimum qiymətə çox qəşəng xidmət verdiyimiz, ayda bir dəfədə sizlə bir qəşəng date elədiyimiz maraqlı bir qrupdur. FİA Clubun məqsədi əslində mənim həm sizə toxunmağım, sizlə görüşməyim, gözəl vaxt keçirməyimiz, həm də sizin yaşamınızda böyük nəticələr almağınızdır. Bundan əmin ola bilərsiniz. Zehninizlə işləməyə bir yerdən başlayandan sonra həyatınız %100 dəyişəcək. Çünki oyunun qaydalarını yavaş-yavaş öyrənmiş olursunuz. Və mənim də, sizin də ən sevdiklərinizdən biri olan bizim çox sevdiyimiz FİA 365. FİA 365 çox spesifik bir kitabdır və bu da onun təlimidir. Gördüyünüz üzərə 12 moduldan ibarətdir. Sonra bir də hədiyyə sıçrayış modulu var. Və siz tam bir il ərzində 365 gün özünüzə ayırırsınız. Kitabçanı götürürsünüz. Hal-hazırda kitabça mənim də deyil, çəkilişə gələndə gətirməyi unutmuşam. Tripodum və kitabçam yadımdan çıxıb. Kitabçanızı götürürsünüz. Hər gün 5-10 dəqiqə ayırırsınız. Bəzən bu 15 dəqiqəyə qədər uzanır. Və video dərsləri izləyirsiniz. Ayda bir dənə əsas dərsiniz var və kiçik-kiçik detallı dərslər var. Hansı ki, mən çalışmaların izahını orada sizə göndərmişəm. Onları izləyirsiniz, yavaş-yavaş özünüz üçün işləyirsiniz. Minimum qiymətədir. Fəqət məqsəd sizin də evinizdə olmaqdır. O kitabca həmişə sizin yastığınızın yanında olur. Günə onunla başlayırsınız və ya günə onunla bitirirsiniz. Bu çox dəyərlidir bizim üçün və həqiqətən yaşamınıza toxuna bilir. Bundan %100 əmin ola bilərsiniz. Özünüz üçün kiçik addımlar atmağı seçirsinizsə, kitabça və FİA Club ilə başlaya bilərsiniz. Ardından mütləq fərdi konsultasiyaya gəlirsiniz. Qeydiyyat linki aşağıda var. Biz orada sizlə detallı söhbət edirik və hardan başlamaq istəyirsiniz ona qərar veririk. Yeri gəlmişkən bizim individual maliyyə bələdçisi adlı çox kiçik ödənişli bir analiz proqramımız var. Bu isə nədir? Biz sizə sual kiti göndəririk. Siz o sualları cavablandırırsınız, bizə göndərirsiniz. Mən uyğun bir zamanda onları detallı şəkildə yoxlayıram. Yoxladıqdan sonra artıq biz vaxt ayırırıq bunun üçün. Səninlə 10-15 dəqiqəlik bir görüş edirik. Bunun üzərinə nələr eləməlisən, hansı çalışmalar eləməlisən, necə yol getməlisən, buna bağlı səninlə söhbət edirik. Gölündən keçsən, məhz maliyyə məsələlərində ilişmisənsə, bunu da yoxlaya bilərsən. Belə dolu-dolu bir videonun finalı nə olmalıdır? Təbii ki, yüklənmə məsələlərinin həlli. Bunu ən sona saxlamışam. Uyğun qiymətli proqramlardandır, hamıya açıqdır və hər birinizdən qatılmanızı, həyatınızda bunu özünüzə etmənizi, o yüklənmənizi, bitirmənizi rica edirəm. İsmi Refresh Mind. Refresh Mind proqramının məqsədi sizin detoks eləməyinizdir. Bu proqram bizim iştirakçıların çoxsunda var. 2-3 ayda bir təkrar eləyirlər. Çünki həqiqətən zehniniz sıfırlanır, rahatlayırsınız, yüklendiklərinizdən azad olursunuz. Və bu qədər informasiyaya məruz qaldığımız, bu qədər Reels izlədiyimiz, bu qədər yükləndiyimiz bir dönəmdə məncə həyati vacib bir proqramdır, mütləq dəyərləndirə bilərsiniz. Bax belə, buralara xoş gəlmisiniz, burada hər şey sizin üçündür, amma buralar hamı üçün deyil. Əgər gəlmisənsə və qala bilmisənsə, əgər inkişafına biz toxuna biləcəksə, nə xoş.
Səni aramızda xoş gördüm. Hələlik.